Herkese selam dostlar. Bugün sizlerle birlikte kanala attığım ilk günden beri çekmeyi istediğim o video Ramazan ilk gün necə keçəcək, sahur gün içərisində necə keçəcək bunları çəkmək istəyirəm. Hələlik axşamdır. Sahurda bir daha kameranı açacağım, sonra məktəbdə gün içərisində elə oldu Azər Əhmədin də videolarını əlavə elədim. Hələlik sağ olun, sahurda görüşənədək. Bəli dostlar, indi səhər oldu, sahurumuzu elədik. Namazımı qılmağa gedirəm, indən sonra verildi. Sonra hazırlaşacağım. Bir dənə yazılarımı yazacağım. Sonra məktəbə gedəcəm. Sonrasında orada çəkərəm. Bəli dostlar, indi məktəbdən çıxdıq. Bayaq gördüyünüz kimi məktəbi də Ramazan arabası sürüblər. İndi bilmirəm hara gedəcəm. Evə gedəcəm. Prosta məsələyə də gedə bilərəm. Ona görə hələlik gedirəm belə. Videonun davamında görüşərik. Bəli dostlar, indi isə metrodan çıxdım. Evə gedirəm. Quşların səsi çox qəşəngdir. Ona görə buradan gəldim. Evə gedirəm. Sonra bilmirəm nə yeyəcəm. Hələ ki belə, amma hava çox dəyişir. Metroya minmədən əvvəl soyuq idi, indi günəş var, gözümü qamaşdırır. Gedirəm. Evə gəldim. Yorğunam. Biraz dincələcəm. Sonra dərs eləyərəm ya da fərqli bir şey var. Olsa onu eləyərəm. Bilmirəm. Hələlik belə. Biraz dincəlim. Sonra videonun davamında çıxarıq. İftaradakı hələ çox var. Baxın. Bugün gün batır 18:34'də. Çox yoxdur ki. 3 saatdan az qalıb. 2 saat 50 dəqiqə falan. Sonra indi bilirsiniz ki Ramazanda ehtiyac sahiblərinə kömək olunur. Mən də indi hal-hazırda bunları yığacağım. Bəzi insanlar indi ehtiyac sahiblərinə verir. Bunları yığırıq. Qutuları yığacaq. Biraz dincəldim. Sonra oturma çıxacağım. Dağı yığışdıracağım. Belə. Bəli dostlar, qoydum. İndi gedirəm. Yenə bilmirəm dinləyəcəm. Yəni bilmirəm deyəndə bilirəm, sadəcə hansını birinci yeyəcəm. Artıq saat necədir? 16:31. Hələ də keçir. Amma çox aclıyam. Yəni çox aclıyam deyəndə acam, susuzluq heç yoxdur. Belə yuxarı çıxacağım. O qədər.
Şimdi kompüterde video düzenledim. İşim kurtardı. Sonra gideceğim. Buranı geliştirelim. Sonra geçeceğim şeyler. Hadi. Derslerine geleceğim. Zöhr namazı məktəbdə qalmışdım. İndi əsr namazını qılıram. Sonra da əsr namazını biraz geç qılacağam. Şeydir, video düzəldirdim ona görə. İndi də az qalıb. Səhv bilmirəmsə 18-dədir, 18:34-dədir. İndi də saat 17:47-dir. Belə 19-dursa yenə şey olacaq. Bəli dostlar, bu da dərslərimi eləyəcəm. Sonra bəlkə biraz çay belə yeriyərəm. İndi ağlıma gəldi. Ev tapşırıqlarımı eləyəcəm. Biraz onu təkrar eləyəcəm. Sabahlar sual çözəcəm çünki əvvəlcə şeyləri. Bu ildə bizim LGS sənədimizdir. LGS də 9-a keçiş imtahanı kimi sayıla bilər. Ancaq əvvəl keçən illərdə çox problem olmurdu. Amma bu il məktəbin 2 kampüsü var. Əvvəlki videoda gördüyümüz Əhmədli kampüsü. Əhmədli kampüsünə girmək üçün LGS-də ilk 60-a girmək lazımdır. Ona görə daha çox çalışmalıyıq. Çünki Əhmədli kampüsü çox yaxşıdır. Bu məktəb də həqiqətən yaxşıdır. O biri onun lap üstündə bir şeydir. Yəni siz düşünün. Türkiyədə tamam fərqlidir. Nə qədər liselər var, neçə minliyə girməlisən falan. Buradan getməyi də olar Türkiyədə yaxşı bir liseyə, yaxşı bal yığsan, amma mənim elə bir planım yoxdur indilik. Universitet orayı düşünürəm. Ona görə bu il çox çalışmaq lazımdır. Denemələrdə ilk 60-a girə bilirəm. İlk 70-ə girmək lazımdır, ilk 70-ə də girmək. Amma öz imtahanında nətər olar bilmirəm. Çətin olacaq. Dostlar, bütün dərs elədiyimi sizə qoymayacağım. Çünki həm video uzun olmasın, sıxılmayasınız, həm də ki, bilmirəm. İftar vaxtı gəldi. İndi iftarımı eləyəcəm. Sonrasında videoya qaldığımız yerdən davam edəcəyik. Bəlkə sahura qədər davam elədi. Bilmirəm arasında. İkinci video daha gələcək. Hələlik sağ olun, görüşərik. Dostlar, video bura qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Ramazanda belə videolar gələcək, daha maraqlı, daha qəşəng. Bu elə belə ilk gün idi deyə özəl olaraq çəkmək istədim. Çox şey çəkənmədim məncə. Yəni inşallah maraqlı olar sizin üçün də. İzləyərkən əylənərsiniz. Kanala abunə olmağı, videoları bəyənməyi və like atmağı unutmayın. Sağ olun, görüşənəcək.